Hər vaxtınız xeyir yoldaşlar. Sentyabr ayının 24-də təşkil ediləcək və noyabr ayına təsadüf edəcək AS imtahanlarına hazırlaşanlar və ya digər BB və BA kateqoriyası üzrə imtahanlarda özünü sınamaq istəyən tələbələr üçün iyulun 16-sı təşkil edilmiş AS informatika qəbulunun bütün suallarını bir videonun içərisində izah edəcəm. Diqqətlə dinləyin zəhmət olmasa, növbəti imtahanlarda özündən əvvəlki imtahanlara çox oxşuyur. Başlayırıq 56-cı sualdan. Fərdi məlumatlar haqqında qanuna istinadən salınmış bir sualdır, amma kifayət qədər rahat sualdır. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa görə fərdi məlumatların toplanması və işlənməsi hansı şərtlərlə həyata keçirilə bilər? Yoldaşlar, əgər bilirsiniz də fərdi məlumatlar bir neçə cür olur. Məsələn, paylaşılması mümkün olan, olmayan və əgər hər hansısa bir məlumatın paylaşılmasına məhdudiyyət yoxdursa, yəni o açıq kateqoriyalıdırsa və yaxud subyekt özü razılıq veribsə ki, onun məlumatlarını istifadə etmək, toplamaq olar, bu zaman təbii ki, o məlumatların toplanmasına bir məhdudiyyət yoxdur. Cavab A variantıdır. Keçirik ikinci suala. Sort əmri hansı lentabında yerləşir? Bu sual təxminən bir neçə dəfədir imtahanlarda yer alır. Düzgün cavab datadır. Sort and filter əmri home lentabında da mövcuddur. Lakin Excel-də sort və filterin ayrı-ayrı yerləşdiyi və daha geniş istifadə olunduğu tab datadır və biz bunu dərsliyimizdə də sortun iki yerdə yerləşdiyini, data tabında ayrıca əmr kimi olduğunu vurğulamışıq. 58-ci sual. Proqramlaşdırma dillərini seçin. Burada Assembler, Lisp və COBOL proqramlaşdırma dilləridir. Cavab 1, 2, 5. Aşağıdakılardan hansı web brauzerdir? Safari web brauzerdir. Digərləri isə müxtəlif axtarış sistemləri, sosial şəbəkələr və s. Yəni, doğru cavab kimi Safari brauzer götürülə bilər. 60-cı sual. Bu sualda bizdən nə istəyir? Doğru mülahizələri. Gəlin bir-bir doğru mülahizələrlə tanış olaq. Biz CMK və RGB modellərini tanıyırıq. Burada qeyd olunub ki, CMK rəng modelində subtraktiv metodla rənglər formalaşır. Ümumiyyətlə, iki cür rəng formalaşması mövcuddur, yoldaşlar. Subtraktiv və additiv. Additiv rəng formalaşması o deməkdir ki, rənglər bir-birinin üstünə toplanaraq başqa bir rəngə çevrilir. Subtraktiv metod odur ki, hər hansısa bir rəngi almaq üçün çıxılma baş verir. Məsələn, RGB rəng modelində qırmızı və sarı rəngləri, məsələn, tutaq ki, və yaxud mavi və sarı yoxdur RGB rəng modelində, qırmızı, yaşıl və mavidir, amma sarı rəngi almaq üçün onları bir-birinə qarışdırmaq, yəni əlavə etmək mümkündür. Buna görə də ona additiv belə deyək, model deyilir. Add sözündən götürülüb əlavə etmək deməkdir. Subtraktiv də təbii ki, çıxılma metodudur. CMYK-da subtraktivdir, RGB-də isə additivdir. Ona görə burada 2 doğru bənd hesab olunur. Memarlıqda vizual avtomatlaşdırılmış layihələr kimi CAD sistemlərindən istifadə olunur. Bu da doğrudur. Nəzəriyyələrimizdə də mövcuddur. Hamınız bilirsiniz. Bir də bilirsiniz ki, Coral Trace və Adobe Streamline adlı iki proqram mövcuddur ki, onlar raster təsvirləri vektor təsvirlərə çevirirlər. Keyfiyyətin itməməsi üçün, yaxınlaşdıranda keyfiyyətin azalmaması üçün belə bir proqramlar mövcuddur. Hətta bu proqramlara biz vektorizator adını da vermişik. Doğru cavab A variantıdır. 61-ci sual. Ağ-qara raster təsvirinin bir pikselinin rəngi haqqında aşağıdakılardan hansı informasiya vahidinə bərabərdir? Yoldaşlar, ağ və qara iki rəngdir. 2 üstü nəyə bərabərdir? 1-ə. Deməli, doğru cavab 1 bit. Məsələn, sizə desə ki, 8 rəng modelinə malik bir
rəng hər bir pikseli yaddaşda neçə bayt tutar? Düşünəcəksiniz 8, 2 üstü neçədir? 3. Deməli 3 bit. Yəni bu bizim bit byte məsələlərində, yəni ilkin anlayışlarda kifayət qədər toxunduğumuz məqamdır. İndi keçirik 62-ci suala. 62-ci sual biraz praktiki sualdır və Dövlət İmtahan Mərkəzi bu yaxınlarda təşkil etdiyi iclasın nəticəsi olaraq qeyd edib ki, növbəti informatika imtahanlarında praktiki sualların sayı artırılacaq və bu praktiki suallar daha çox Excel üzərindən təşkil olunacaq. Və biz öz səhifəmizdə, Telegram kanalımızda Dövlət İmtahan Mərkəzinin bununla bağlı təşkil etdiyi iclas haqqında məlumatlar və həmin iclasda hansı məsələlərə toxunacaqları ilə bağlı PDF-i paylaşacağıq və bu videonun da altına Telegram kanalımızın linkini qoyacağıq. Və siz Telegram kanalımıza keçərək oradan həmin PDF-i əldə edə bilərsiniz. Burada deyir ki, S2 Y5 diapazonu seçiləndən sonra fill up əmri təşkil olunur. Gəlin S2 Y5 diapazonunu seçək. Və yoldaşlar, biz bunları üzü yuxarıya doğru dolduranda ən aşağıdakı qiymətlər yuxarıdakı bütün kanallara dolur. Baxın, bu 3, burada dolacaq 3, burada 3 ilə əvəz olunacaq, burada 3 ilə əvəz olunacaq. Bu 6 burada, burada və burada köçəcək. Bu 7 də bu yuxarıdakı kanalların hər birinə köçəcək. Elə bil üzü yuxarı dolduranda aşağıdakı məlumatlar yuxarıya doğru dolur. Üzü aşağı dolduranda yuxarıdakı məlumatlar aşağıya doğru dolur. Bunu eləyəndən sonra deyir Y9 xanasındakı düsturu hesablayın. Y2 üstü D7. Y2 neçədir? Y2-də 7-dir. 7-nin üstü D7. D7-də nədir? 2. Yəni 7-nin kvadratı. Üstə gəl. D3 vur Y3. D3 vur Y3. Yəni 6 vur 7. Üstə gəl C2. C2-də də nədir? 3. Bilirsiniz ki, 49-un üstünə 42 gələndə 91 eləyir. 91-in də üstünə 3 gələndə 94 eləyir. Doğru cavab A variantı. 63-cü suala baxırıq. Hansı fikir düzgün deyil? Yazıb ki, Y variantında. Uzatmaq istəmirəm, digərlərinin hər biri doğrudur. Deyir, kursorun yerini başqa səhifəyə dəyişmək üçün pəncərənin şaquli və üfüqi sürüşdürmə zolaqlarından istifadə edin. Word proqramında kursor ikinci səhifədə dayanıbsa, sən sağ tərəfdən sürüşdürmə çubuğu ilə aşağıya yuxarı qalxıb düşəndə, axı kursor yerini dəyişmir, olduğu yerdə qalır. Ona görə yanlış cavab Y variantıdır və bizdən də yanlışı soruşur. Növbəti sualımız kifayət qədər rahat sualdır. Deyir şəkildə görünən fraqmentə əsasən təqdimatda neçə slayd var? Bəzi müəllimlər YouTube kanallarında biabırçı səhvə yol veriblər və bu sualı 1, 2, 3, 4, 5, 6 deyərək cavabı 6 götürüblər. Heç olmasa müəllimsən, məsuliyyətin olsun. Doğru cavablarla yoxla gör düzmü tapmısan. Dövlət İmtahan Mərkəzi 6 mı verib cavabı? Görünən fraqmentin sol aşağısında qeyd olunub ki, slide 1 of 19. Bu deməkdir ki, 19 dənə slide var sənədimizdə. Burada demir ki, şəkildə neçə dənə slide görürsünüz. Deyir, şəkildə göstərilən fraqmentə əsasən təqdimatda neçə dənə slide var. Həmin insanlarla eyni peşəyə sahib olduğumuz üçün həqiqətən biraz xəcalət çəkirəm. 65-ə baxırıq. Yəni, bu Dövlət İmtahan Mərkəzinin ilk dəfə istifadə etdiyi sual tipi deyil də. Yəni, illərlə bu suallara dəfələrlə istifadə ediblər. Word proqramında buna 5 dəfə toxunublar. Sadəcə dəhşət. 65. Sualın mahiyyəti nədir? Recycle bin üzərində hansı əməlləri icra etmək olar? Recycle bin bilirsiniz ki, zibil yeşiyidir və onun üzərində sağ düyməni vuranda biz nələr eləmək olur? Baxın, adını dəyişmək olur. Elə mən görürsünüz, Recycle bin adını A qoymuşum.
Və yaxud onu tam silmək, yəni içindəkiləri tam silmək, özünü yox ha, içindəkiləri tam silmək, xüsusiyyətlərinə baxmaq, açmaq kimi əmrlər mövcuddur. Elə onları doğru cavab kimi seçəcəyik. Xüsusiyyətlərinə baxmaq, properties. Pin to start, start menyuya bərkitmək. Pin to quick access'e bərkitmək. Open with yoxdur. Open with bilirsiniz də faylların kontekst menüsündə olur. Rename var. Edit yoxdur. Manage yoxdur. Manage yoxdur. 1, 2, 3, 5 doğru cavabdır. Cavab A variantı. Növbəti suala keçid edirik. 66-cı sualda mətndə, daha doğrusu mətn prosesorunda belə bir mətn yığılıb. Art of Travel adında bir mətindir və bizə Find Replace pəncərəsi verib. Deyir ki, siz travel sözünü tapın və journey sözü ilə dəyişin. Və biz buradakı bütün travel sözlərini tapmalıyıq. Baxın, bu 1, bu 2, daha sonra bu 3, 4, axırda bir məsələ deyəcəm, tələsməyin. 5, 6, 7, bir də burada gözümdən qaçıb 8. Yoldaşlar, əgər bizdən sadəcə travel sözlərini journey sözünə dəyişməyimizi istəyirsə, hamısını sayırıq, 8 dənədir, doğru cavabı qeyd edirik. Amma burada match prefixin önündə quş qoyulsa, bu o deməkdir ki, əvvəli travel olan və arxasında nə olur olsun, onları seçəcəyik. Məsələn, tutaq ki, travel'ın önündə, məsələn, anti-travel yazılsa və match prefixin qabağında quş olsa, bunu seçə bilməz. Seçər travel sözünü, seçər traveller sözünü. Yəni, qısacası, önü travel olan, arxasında nə olur olsun, onları seçər. Match suffix isə tam əksinə işləyir. Qısacası, bu iki detalın qabağında quş varmı, yoxsa yoxdurmu, imtahanlarda ona diqqət etməlisiniz. Növbəti sual 67-ci sual. Deyir, doğru mülahizələri seçin. Bir sektorun ölçüsü 512 baytdır, bəli. Klasterlərin ölçüsü 4 KB ilə 64 KB arası dəyişir ortalama. Sektorların ölçüsü isə standartdır, 512 bayt, yəni yarım kilobayt. 64 kilobaytlıq klasterə həcmi 2 kilobayt olan faylı yalnız bir dəfə yerləşdirmək olur. Bu da düzdür. Dərslərimizdə də vurğulamışıq ki, klasterin ölçüsü nə qədər böyük olur olsun, onun içərisinə bir fayl daxil oldusa, oranı tam tutmuş olur. Məsələn, düşünün ki, bizim kursumuzda 35 nəfərlik sinif otağı var. 5 nəfərlik dərs qrupumuz dərsə gəlir, girir bu sinifin içinə. Orada 30 oturacaq boş qalır deyə mən kənardan adamlar doldurmuram ki ora. Düzdür? Yeni bir sinif daxil etmirəm ki. 5 nəfər girir 35 nəfərlik sinifi tamamilə zəbt edir. Burada da elədir. Bir klasterə maksimum bir fayl yazmaq olur. Bəzən faylın həcmi klasterin həcmindən də çox olur. O zaman növbəti klasteri doldurur. Məsələn, bizim sinif otaqlarımız 35 nəfərlik olsa, tələbələrimizin sayı da 50 nəfər olsa, onların 35-i gəlir birinci sinifi tutur. Yerdə qalan 15 nəfər üçün də ikinci sinif tutulmuş olur. Yəni, ikinci 35-lik sinif. Və bu 50 kilobaytlıq fayl yaddaşda 70 kilobayt yer tutur. Bununla bağlı dərslərimizdə gözəl mühazirələrimiz mövcuddur. Planlayıram ki, hamıya açıq şəkildə də bir video çəkim. Çünki kifayət qədər əziyyət çəkənlər var bu mövzuda. Defragmentasiya diskdəki verilənlərə müraciət vaxtının
artmasına səbəb olur. Bu yanlış anlayışdır. Defragmentasiya sadəcə faylların nizamlı və nizamsız yerləşməsi ilə bağlıdır. Sonra 4-də deyir ki, 7 kilobaytlıq 2 ədəd səs faylı və 3 kilobaytlıq 5 ədəd mətn faylını 4 kilobaytlıq klasterlərə malik disklərə yazan zaman yaddaşda 32 kilobayt yer tutar. Baxın, 2 dənə səs faylı var, 7 kilobaytlıq. Klasterlərimizdə 4. Birinci fayl üçün 2 klaster ayrılacaq. Yəni 4, 4, ümumilikdə 8. Bu fayldan 2 dənə daxil, ikincisi üçün də 8 kilobayt yer ayrılacaq. 3 kilobaytlıqda 5 faylın hər biri üçün 3 kilobaytlıq fayl girir 4 kilobaytlıq klasterə, oranı tam tutur. Onda 5 fayl üçün 4 vur 5, 20 kilobayt lazım olur. Cavab 36 edir. Burada 32 yazılıb. Ona görə 4-ü də siləcəyik. Sacası 1 ilə 2-ni götürəcəyik. 4-ü də cavab variantlarından siləcəyik. Cavab qaldı C variantı. 5-ci bənddə onsuz da 3-ün tərsidir. 3 səhvdirsə, deməli 5 də düzdür. Məncə kifayət qədər samballı bir qəbul idi. Yəni çox rahat sual, çox sürətli şəkildə cavablayacağınız sual çox azdır. Qalanları çox düşündürür. Məsələn, növbəti asan sual 70-dir. İnformasiyanın qərar qəbulu üçün kifayət qədər olması onun hansı xassəsidir? Tamlıq. Gərək bir informasiyanı tam şəkildə öyrənəsən ki, qərar qəbul edə biləsən. Mətndə sözün seçilməsi qaydalarından biri doğrudur. Sözün üzərində 2 dəfə klikləməklə həmin sözü seçmək olur. 3 dəfə klikləməklə abzas seçmək olur. Və nəhayət 68-ci sual. Viruslar və onların funksiyaları. Rezident viruslar əməli yaddaşa yüklənən viruslardır. Qeyri-rezident viruslar isə əməli yaddaşa yüklənmirlər. İkincisi makrovirus. Makroviruslar bilirsiniz ki, Word, Excel kimi ofis paketi proqramlarında yaranır. Və makroviruslar Word-də, Excel-dəki makros əməliyyatının nəticəsində yaranır. Və üçüncüsü, fayl virusları. İcra fayllarının içərisində olurlar. Çox rahat sualdır. Rezident sakindir düşünün və əməliyyatdaşın sakinidir. Makrovirus, makros sözü var deyə Word-də, Excel-də ondan yadda saxlayın. Fayl virusları da icra fayllarının içərisində yaşayır. Doğru cavab D variantıdır. Ümid edirəm ki, mənim videolarım sizin üçün çox faydalıdır və növbəti videolarda da davam edəcəyik. Sizi bütün qəbul sualları ilə, bütün sual tipləri ilə tanış eləməyə özümə söz vermişəm və bu əməliyyata davam edəcəyik. Siz sentyabr imtahanına gedənə kimi sentyabra qədər təşkil olunmuş bütün qəbulları və onların izahlarını kanalımızda görəcəksiniz. Hər birinizə uğurlar.